Amma son həftə sonunda şənbə bazar, mən təbii ki belə adı üstündədir bazar. Yəni bazara, dükana, insanların daha çox olduğu yerlərə, çimərliyə və s. çox getdim və orada insanların məni tanıdıqları üçün soruşduqları tək bir mövzu var idi. Nə müharibə, nə bahalaşma. Həqiqətən mən bunu tam səmimi şəkildə deyirəm. Hərdən bir də yaşlı insanlar pensiyalar nə vaxt artırılacaq deyə sual verirdilər. Amma əsas verilən sual bloger, tiktoker Arzumla bağlı məsələ idi. Çox maraqlıdır ki, biz hərdən bu xəbərləri yayanda ki, məsələn Arzum ev dustaqlığına demək verilib həbs cəzası odur onun, nə ayağında qolbaq var, filan məsafəyə gedə bilməz, canlı yayım aça bilməz, video çəkə bilməz və s. Bizi həm qınayırlar ki, o adam kimdir ki, siz onun həyatınla bağlı bu qədər geniş məlumat verirsiniz. Amma bizi yolda, məni şəxsən öz payıma deyirəm, bir jurnalist olaraq yolda saxlayıb, soruşub, nəsə soruşmaq istəyəndə də ancaq bu mövzu ilə bağlı soruşurlar. Və insanlar üçün ümumiyyətlə bu xanımla bağlı baş verənlər, bilməyənlərin nəzərinə çatdırım ki, bu bir avtomobil qəzasına səbəb olma səbəbindən ilk məhkəmə iclasında barəsində həbs qəti imkan tədbiri seçilmişdi. Sonradan isə bu ev dustaqlığı ilə apellyasiya məhkəməsində əvəz olundu. Tərəflər arasında barışıq olmalıdır. Yəni qarşı tərəf, ölən tərəfin ailəsi demək razılaşmalıdır. Səhv etmirəmsə qarşı tərəfin demək ailəsində hər kəs razıdır, təkcə ölən adamın anasından başqa. Və indi bu xanım belə deyək də azadlıqdadır, amma belə nisbi azadlıqdadır, ev dustaqlığındadır. Və bizi qınayanlar isə sosial şəbəkədə niyə həbsdəki xanım jurnalistlərdən danışmırsınız, haqsız yerə həbs olunanlardan danışmırsınız və s. kimi iddialar səsləndirirlər. Mən də deyirəm ki, zamanında ki, demək, haqsız həbslər olanda biz bu barədə danışmışıq, azadlığımız tələbimizi də bildirmişik. İndi bu hadisə ilə, konkret bu hadisə ilə bağlı, yəni himayəsində 4 uşağı olan, uşaqlarından biri autizm xəstəsi olan bir ananın bu formada və demək cəzalandırılması məsələsi də hamı üçün müzakirə mövzusudur. Mən də soruşuram, əgər siz bununla maraqlanırsınızsa, sizin üçün bu mövzu prioritetdirsə və yaxud da ki, yolda, izdə, məni görəndə ilk soruşduğunuz mövzu, sual bu xanımla bağlıdırsa, deməli, bu həm də sizin sosial sifarişinizdir. Yəni, sizin üçün bu mövzu maraqlıdır, başa düşürsünüz? Siz maraqlanırsınız. Yəni, onları ulduz edən də sizsiz, dəyərli izləyicilər, heç kəs məni qınamasın. Onları populyarlaşdıran da sizsiz. Bəli, bəli. Onlara pul qazandıran da sizsiz, onların canlı yayımlarında belə deyək də jeton atan da sizsiz, mən deyiləm. Ona görə də məncə öncə onun canlısında oturub və yaxud da onun videolarını izləyib, ona abunəlik atıb, abunə olan, takip edən insanlar öncə bir özlərinə baxsınlar. Çünki həm baxmıram deyib, həm də onun dediyi bütün cümlələri, sözləri, demək canlı yayımda dediklərini əzbərləyən insanlar kütlə gəlib jurnalistləri qınaya bilməz ki, siz onlardan niyə xəbər hazırlayırsınız və yaxud niyə xəbər verirsiniz. Biz o xəbərləri, bax fikir verirsiniz, mən artıq 50 dəqiqədir danışıram efirdə. İndi sona yaxın bu barədə danışdım. Çünki mənim üçün bu prioritet deyil. Mən efiri ondan başlamadım. Mən efiri də ondan bitirmirəm. Çünki, amma sizin də sosial sifarişiniz var.